Selam dostlar, kanalıma hoş geldiniz. Bugün yine de size maraqlı bir məcun resepti vereceğim. Keçən dəfə mən sizə yazıcı olsam, mən sizə qan artırma üçün bir eliksir resepti verdim. Və çox gözəl, çox maraqlı və mənalı bir reseptdir. Və bir şey orada yadıma demədim ki, bu həmin o eliksirdən demək ki, həm də xərçəng xəstələri istifadə edə bilər. O demək həmin o eliksir qan artırma ilə bərabər həm də sağlam qan yaradır və bunun nəticəsində də demək xərçəng xəstəliyinin yaranmasının, ölməsinin qarşısını almaq üçün həmin eliksirdən çox uğurla istifadə edə bilərlər. Ona görə də yenə də deyirəm ki, həmin o xərçəng xəstələri yəni xərçəyə yoluxma ehtimalı olmasın deyə hər kəs ondan istifadə edə bilər ki, gələcəkdə xərçəng xəstəliyindən yoluxmasın. Bugün isə sizə çox yenə də bir maraqlı resept verəcəm. Boyu artırmaq üçün bir məcun resepti sizə verəcəm. Ne üçün mən bu reseptə müraciət elədim? Çünki son zamanlar bəzi uşaqlar və onların valideynləri çox narahatlar ki, uşağımın boyu artmır. Ona görə boyu artmır ki, yəni uşaqlar indi demək ki, çox belə lazım olan qidanı yemirlər. Vitaminli qidanı yemirlər, yedikləri çipsdir, kolbasıdır, içdikləri energetik içkilərdir. Ona görə də təbii ki, uşaq sağlam olur və boyu da artmır və hərəkət eləmir. Təbii ki, idman eləmək lazımdır, tonikli dartılmaq lazımdır ki, yəni boy artsın. Ona görə də bəzi valideynlər daha narahatlar ki, uşağımın ne üçün boyu artmır? Yəni görürsən ki, uşağın kifayət qədər yaşı var, 10-da 11-də oxuyunca boyu balaca qalıb. Elə bil ki, 1-ci sinifdə oxuyur. Ona görə də mən bugün bir məcun resepti sizə deyəcəm. Demək, bu çox maraqlı bir reseptdir. Bu məcunun tərkibinə gedir arı südü, 30 qram, jenşen 50 qram, sonra yer kökünün toxumu 100 qram, ondan çiçək tozu 50 qram, keçi boynuzu tozu 50 qram, ondan sonra gül dəfni 50 qram, bal 500 qram və keçi boynuzu bəhməsi 500 qram. Və bunların hamısı qatılıb. Və indi mən deyəcəm sizə, bu məcun təkcə boy uzatmaq üçün deyil, bunun hər kəs istifadə edə bilər. Və mən dediyim həmin o reseptlər ki, mən sizə deyirəm, o reseptlər həmin bu kitabda, Füzuli dostuna yazmışam bu kitabı, Çarəsiz Qalma kitabında hamısı burada var. Demək ki, kitabını almayıbsa, tələsin gedin bu kitabı alın və bundan istifadə edin. Çünki bütün maraqlı reseptlər, bütün çay reseptləri, məcun hamısı burada var. Ona görə alın və istifadə edin. Mən sizə deyim ki, bu reseptləri mən burada doktorla bu kitabda yazmışam. Hamısı bunlar demək ki, vaxtı ki, çarə veşində hazırlamışam, göstərmişəm və ondan sonra da bir kitabı onu daxil eləmiş ki, yəni bunlar itməsin. Burada Füzuli doktorun daha çox böyük əməyi var. Mənim bunu yazmam fikrim yox idi. Doktor təklif etdi ki, gəl bunu yazaq ki, bu reseptlər itməsin. Və çox maraqlı bir doktorun sayəsində, Allah doktorun köməyi olsun, Fikret Məhəmməd, Allah rəhmət eləsin ki, o verişdə çox böyük əməyi vardı. Bu kitab əmələ gəldi. Yəni, əgər bu kitabdan kimsə almayıbsa, gedin almayı istifadə edin ki, burada bütün hər bir xəstəliyə qarşı burada məcun reseptləri, çay reseptləri vardır. Ona görə də istifadə edin və faydalanın. Bir söz də sizə deyim ki, hər dəfə deyirəm mən bunu. Mən o məcunları hazırlayanda çarə verişində çox adam heç ki, mənə özləri də bilmər ki, məcun nədir. Hətta mənə gülürlər ki, diş pastasıdır. Ancaq indi hamı məcun hazırlayır. Mən görürəm, Instagramda görürəm ki, az çox bir dənə balaca, nə bilim, nəsə bir balaca bir şey əldə edib və orada başlayıb məcunu hazırlayır. Yəni bir balaca bir mağaza açır, orada təbii məhsulların satışı ilə məşğul olur və sonra da məcun hazırlayır. Onlar demək, mənim kimi məcun reseptini burada YouTube kanalı açıb sizə demirlər. Onlar məcunu orada hazırlayır və maliyyə dəyərindən 5 qat artırmadan sizə satırlar. Mən bunu eləmirəm. Mən öz kanalımda bu məcun reseptlərini sizə verirəm ki, siz də faydalanırsınız. Bu məcun demək ki, dedim də, burada arı südü var, burada jenşen var, çox zəngin bir tərkibə malikdir. Həm keçi boynuzunun tozu var, həm keçi boynuzunun duşabı var, həm burada bal var. Yəni
belə gözəl tərkib, yəni ki, təbii ki, boyu artırmaqla bərabər həm də qanaclığına xeyirlidir, qan artırma xeyirlidir, həm də idmançılar üçün çox vacibdir. Yəni idmançılar məsələn müasir dövrdə gedib baha qiymətdə protein alırlar, ondan istifadə əzəlini şişirdirlər. Amma sonra görürlər ki, bu ona çox ziyan olur. Ona görə də proteindən istifadə etmək istiyor və bu təbii proteindir. Təbii protein alın və bu məzunu alın, hazırlayın və istifadə edin. Lap kim ki tənbəldir, mənə yazın ki, mən bu məzunu istəyirəm, mən sizə hazırlayıb verə bilərəm. Mənim üçün çətin deyil. Bu təbii ki, yenə deyirəm, boy artırmaqla bərabər həm də idmançılar üçün vacibdir, qanı təmizləyir, qanı dezinfeksiya edir, həmçinin yaddaşı yaxşılaşdırır. Fiziki işlə məşğul olan üçün, zehni əməllə məşğul olan üçün çox faydalıdır. Həm də deyirəm ki, bax, indiki dövrdə hansı ki, uşaqlar hazırlaşır imtahan verməyə, imtahandan qabaqki dövr üçün bax, indi imtahandan qabaqki dövr üçün verin uşaqlarımıza, hansı ki, abituriyent 11-də oxuyurlar, onlara verin ki, imtahanı uğurla versinlər. Sonra bunu uşaqlara vermək üçün gözləmək lazım deyil ki, uşaqlar böyüsün, 30 yaşına çatsın, sonra verin ki, boyu uzansın. Bazı vaxtlar görürük ki, uşağın boyu artmır, elə məktəbə gedən yaşına başlayın uşaqlara məzun vermək ki, həm yaddaşı yaxşılaşsın, həm də boyu uzansın. Yəni, həm də fiziki cəhətdən sağlam olsun, təkcə boy uzaman deyil, həm də fiziki cəhətdən sağlam olsun. Bu məzun insanda, yəni ki, bir enerji verir, bir güc verir, qüvvə verir, xəstəliklərə qarşı müqaviməti artırır. Bunun tərkibi antioksidandır. Başdan ayağa antioksidan və bu demək ki, orqanizmi canlılaşdırır. Qızarma prosesini ləngidir və antioksidan nədir ki? Antioksidan odur ki, bunlar demək ki, orqanizmdən sərbəst radikallar qovurlar və xəstə yaranma riskini azaldırlar. Və mən belə bir gözəl tərkibi sizə verdim. Halal xoş olsun. Hazırlayın, istifadə edin və sağlam qalın. Mən ancaq məqsədim odur ki, siz sağlam qalsınız. Yəni çox danışmaq istəmirəm, gələn videoda danışaq. İnşallah Allah sizə hamınıza şifa versin, sağlam qalın, xəstələnməyin və əgər mənim videolarım sizin xoşuna gəlsə, mənim kanalıma abunə olun, videoları bəyənin, paylaşın ki, daha çox adam faydalansın. Bu qədər, gələn görüşlərədək.